təxminən bir 15-20 dəqiqə hakim imkan verir oynamağa, bir-birinə qarşı sərt oynayırlar. Futbolçu fikirləşir ki, onun üçün orada qayda pozuntusu vardı, o vermədi. Gedir, indi mən gedib eləyəcəm. Və gedib bu köbuda oynayanda hakim fit verib saxlayır, deyir, niyə saxladın, orada oldu da, orada niyə saxlamadın? Yəni, nə futbolçular, nə məşqçilər hələ sərt oynayan köbuda oyunu ayıra bilmirlər. O ki, qaldı hakimlərə, bəli, elə hakim var ki, rahat olmaq üçün, özün meydanda rahat hiss eləmək üçün oyunu belə deyək də, oturdur fitə, lazımsız fitlərlə oyunun tempini aşağı salır. Belə götürsək, təmiz bizdə heç 50-53 dəqiqə futbol olmur. Səhv eləmə, bizə Qurban Qurbanov toxunmuşdur. Tamamilə razıyam ondan. Sonra da Avrokuboklarda bunun əziyyətini çəkirik. Bəli, komandalarımız gedib Avrokuboklarda bizim futbolçulara çin-çin oynayanda və uçanda, yıxılanda deyirik ki, qayda pozisi vardı, vermədi. Ən əsas məsələ bilirsiniz nədir? Topun oyunda qalmaq məsələsində. Məsələn, təxminən heç olmasa 5-6 dəqiqə ərzində futbolçular dayanmadan top uğrunda mübarizə aparır. Top nə auta çıxır. Bizdə autuda demək olar ki, dəqiqə yarıma yerinə yetirirlər. Küncdən zərbə olarkən hər küncdən zərbədə hakim yaxınlaşır. Bəzən yoldaşı deyir ki, tələsmə. Açığı, tələsmə. Yəni, bir neçə saniyə dincələk. Və hər qayda pozuntusunda da futbolçu uzanır yerə. Hakim gözləyir ki, bir görüm bu nə vaxt qalxacaq. Sizə elə gəlmir ki, hakim onu tələsdirməli. Mütləq, əlbəttə. Hakim müəyyən eləyir də, onun zədəsi nə dərəcədir, ciddidir. Müəyyən eləyə bilmirlər. Bir də tamaşaçılardan belə bir sual var ki, bizdə hakimlərdən çox şey gözləyirik və onlara kifayət qədər yaxşı şərait yaradılıbmı ki, onlardan yaxşı nəticələr biz tələb edək. Məsələn, hətta qeyd edirlər ki, bu yaxınlarda digər ölkələrdə İngiltərə çempionatını idarə edən təbii ki, müqayisə etmək bir qədər çətindir, amma onların aldıqları aylıq, illik məvacib fantastikdir həqiqətən də. Yəni, haradasa müəyyən futbolçularla bir də tutuşturmaq olur. Amma bizdə hakimlər nə qədər qazanır, qazancları və onlar üçün yaradılan şərait nə qədər yaxşıdır ki... Azərbaycan şəraitində kifayət qədər yaxşıdır. İndi mən onların durub qolunu saymayacağım. Referilər aylıq maaş alırlar 1000 manat, üstəlik hər oyuna görə Premier Liqada 700 manat qanadar. Baş hakim. Baş hakim. Neçə illərdir belədir? Son illərdə belə oldu. Yəni, belə yaxşı şərait yaradıldı. Səhv eləmirəmsə 2-3 ildir belə maaş almaları peşəkar kimi. Yəni, ayda haradasa 3000-ə yaxın qazanırlar. 3000 Azərbaycan bilirsiniz, mən istəyirəm ki, bunu biraz təbliğ etmək lazımdır ki, hakimliyə maraq da bir qədər artsın. Elə qorxma, indiyə üzr istəyirəm, elə indi hakimliyə gələn gənclərin çoxu pulu fikirləşib gəlir. Və deyirlər ki, ged orada yaxşı. Çox normaldır bu şeydir. İnsan gənc də olsun, cavan olsun, qoca olsun, uşaq olsun, hamının maraqlandıran vəsait də maliyyədir, puldur. Pul olmayan yerə mən niyə gəlib həyatımı qurban verməliyəm?